Bu xəstəmizdə deməli belə bir problem meydana gəlir. Ayaq barmağında qanqrena yaranır və ondan sonra məlum olur ki, ayağa qan dövranı zəif işləyir və nəticədə biz baxırıq ki, qanqrena çox sürətli şəkildə inkişaf edir. Ayağın altına doğru flegmona çevrilir və damarda tutqunluğu var. Bunun hansını ilk növbədə icra edəcəyimizi qərarlaşdırırıq və ilk növbədə biz barmaqları, o qanqren olan hissəni götürüb təmizləyirik və ondan sonra isə damarı açırıq. Nəticədə ayağın qorunub saxlanılmasına gətirib çıxarır və yəni ki, düzgün vaxtında seçilmiş qərar ilk növbədə amputasiya və ya damar açma və əlbəttə ki, individual olaraq yanaşmaq lazımdır hər bir xəstəyə. Bu xəstədə də damar açılır və hal-hazırda yaranın sağalması normal şəkildə davam edir.